Parfüm üzrə təcrübəliyə iş var yoldaşlar. Deməli, siz əgər parfüm üzrə təcrübəsi olan bir şəxsinizsə, o zaman bildirim ki, parfüm üzrə məsləhətçi işi var. Heydər Əliyev adına Beynəlxalq Hava Limanındadır yoldaşlar. 900 manatlıq bir işdir. Bu əmək haqqıdır, 900 manat olan qros olaraq. Amma ondan əlavə olaraq da aylıq satışdan bonuslar olur. 2 növbəli rejimə maiddir, 8-dən 8-ə. Deməli, sizdən nə tələb olunur? 20-38 yaşlı şəxs olun, heç olmasa orta təhsiliniz olsun. Parfüm və satışı sahəsində minimum 1 illik iş təcrübəniz olsun. İngilis və rus dillərinin danışıq səviyyəsində bilin, B1, B2. Satış bazarı olun və gecə növbəsində təbii olaraq işləyə bilməlisiniz. Xoş görkəmli olmalısınız. Bu və bənzəri digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapmanızda seçinizsə girsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüz, orada kanala daxil olun, Toğrul Əcəboğlu kanalına. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, orada əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.